Salamlar. Necəsiniz qızlar? İlk öncə onu deyim ki, videoda görsəndiyim qədər kök deyiləm əslində. İstəmirdim düzü bu videonu paylaşam. Çünki dəhşət çox kök düşmüşəm burada. Kök düşmüşəm deyəndə əslində elə bu vaxtlar çox ödəmlənmişdim. Hormon iynəsi vurmuşdum. Bir dənə hormon iynəsi deyəndə ağrı kəsici iynədir. Blok iynəsi kimi bir şeydir, amma tam blok iynəsi deyildi də. Mən sizə əvvəlki videolarımda demişdim, ağrılarım çox olur. Ona görə iynə vurdurmuşdum və o da məndə dəhşət çox ödəm yaratmışdı. Həm də qadınlarda olur axı bəzi vaxtlarda ödəm şişkinlik. Həmin vaxtlarıma gəlmişəm. Nə isə onlara fikir vermirik. Neyinirik? Ancaq və ancaq ev vloquna baxırıq. Necəsiniz? Nə var, nə yox? Bu gün qızlar axşam qardaşım gedib, xüsusən də gəlinimizi qonaq çağırmışam. Hamısını çəkdim, sizlər üçün paylaşdım. Dedim elə sizlərə də maraqlı olsun. Bilirəm, çox sevirsiniz mənim vloqlarımı. Çox sağ olun. Hər birinizin yorumlarını oxuyuram. Bəzən vaxt baxımından cavablaya bilməsəm də üzürlü sayın məni, amma hamısını bir-bir oxuyuram, nəzərə alıram. Çox sağ olun bu arada. Ortalığa biraz əl gəzdirəcəm. Çünki bizə qonaq gələndə mənim ilk işim evə birinci əl gəzdirmək olur. Niyə? Çünki bizim evimiz hər zaman köçür. Bəli, bu bizim evimizdirsə həmişə də köçəcək. İnanmıram ki, mənim evim nə vaxtsa normal viddə qalar. Nə bilim vallah. Yəni mən heç vaxt görməmişəm ki, bir gözümü açam, hər yeri bir səliqə içində görəm. Qızım da qaça-qaça getdi, mamasına oxşadı. Hər yer paltar içində. İnarsız, yəni ortalıqda bir 10 paltardı, bir də mənim paltarımda. Yazıq yoldaşım paltarı heç ortalıqda demək olar ki, yoxdur. Nəysə, biraz buralarda əl gəzdirirəm. Oradan asılan xalçaya fikir verməyin. Onu yumuşam və oradan asıram. Burada da yenə paltarları suşulkadan götürüb bunları yerbəyer eləyirəm. Qızlar, soruşsanız ki, niyə suşulkanı evə qoyursan, paltarı evdə qurudursan? Bilirəm, ziyan tərəfləri də var. Amma yəni yay, qış, heç bir fəsildə mən çölə qoya bilmirəm. Nədənlərim çoxdur. Qışda gec quruyur, yayda cücü olur, çıxa bilmirəm balkona. Bu arada paltarı ütüləməyim deyə əlimlə də biraz düzəliş eləyirəm. Yəni ona görə bir dəfəlik mən bunu həmişə evdə quruduram paltarları. Yəni heç bir fəslə baxmayaraq. Nəysə, burada paltarlarımı biraz düzəldirəm. Burada kloklar, gedləsi yerləri var. Nə bilim, mamagilə, qaynanamgilə ora bura. Ona görə həmişə onu burada qapının yanında bir yerdə saxlayıram ki, digər qablarla bir yerə birdən çaşaram, qoyaram şkafa. Nəysə, burada çoxlu ayaqqabılarımız yığılır. Yəni gün boyu burada ayaqqabı heç vaxt azalmır da. Amma buradakı ayaqqabıların demək olar ki, hamısı çoxsu yoldaşımın ayaqqabılarıdır. Şkafda da yer yoxdur qoymağa onları. Nəysə, burada yerdə uzanan silaha bənzər bir şey də qarmaqdır. O da yoldaşımındır. Onu da arada onun ucunu dəyişmək üçün gətirir evə. 2-3 gün elə orada saxlayır. Sonra aparır qoyur maşınına. Yəni maşında saxlayır. Gəldim yataq otağını da biraz toz suranlayım, əl gəzdirim. Nə də olsa gəlin gəlir. Gəlin gələr, birdən otağıma girər, birdən toz görər, nəsə olar, deyər ki, baldızın evi köçür. Əslində zarafat eləyirəm, elə qız deyil, sağ olsun. Yəni çox bir-birimizi yola verə bilirik. Mən ona baldızlıq eləmirəm, o mənə gəlinlik eləmir. Əslində indi elə bilirəm ki, qızlar, gəlin baldız söhbətləri qalıb keçmişdi. İndi elə bilirəm, elə şeylərə baxan yoxdur. Hamı bir-biri ilə podruqa kimidir. İstər qaynana ilə, istər gəlin baldız. Yəni hamı elə bilirəm ki, bizim kimidir. Belə düşünürəm, bilmirəm. Yəni sizdə necədir? Şeydə yazar sıraylarda. Burada qızım gəldi. Qızıma kaktus meyvə salmışdım. Neçə vaxt idi? Məndən soruşurdu. Dedim elə tapmışkən qoyalım. Burada söhbətimizə dayanım, qulaq asın. Əjdaha meyvəsini oxşuyur. Əjdaha. Hihi qorxuram. Hamısı doğramış. Sən bıçaqla doğrayırsan. İncirə oxşayır. Gəl baxaq, görək hemen. Həlində sən. Mən baxım. Bir ton dənəsi var. Al tadına baxsan. Burada bax. Azaqdan. Ama tutma yaxşı. Dadlı da yaxşı, amma çoxun dənəsi var. Uqma da, prosto suyunu iç. Qazı bilə tullay. Öyle mi yaxşı? Beğenmədin? Hemen bir de baxım. Buranın ne kadar koydun? Uqma. Aferin. Bence. Onda niye bitirdin? Pul vermişəm də, neyim? Elə bir pomidor. Suyun bir öyle sonra.
Rica ederim. Bizim puanımız neçə oldu? Benim puanım... Mənim puanım belə, bir dal varam. Benim puanım 5 üzerinden 2'de. Yaxşı ki meyvədən bir dənə almışdım. Yoxsa özümü öldürərdim ki, o qədər pulum heyf oldu. Biraz arada bir simicliyim tutur məni. Nəysə gəldim bura qızlar. Bu təzə qozlar çıxıb, soyulan qozlar. Bu çıxandan bizim evimiz hər yer qozdur. Yəni otururuq xımır-xımır, yoldaşım da məzuniyyətdədir. Otururuq divanda, səhər, günorta, axşam uşağı məktəbə qoyuram, gəlirəm. Onda da otururam və yaxud da ondan dururuq, onda da eləyirik. Yəni səhər, günorta, axşam ancaq biz qoz təmizləyirik, onu yeyirik və ona görə hər yer qoz qırıntılarıdır. Baxın buralara, bunu da qızım sağ olsun buraları töküb dağıtmışdı. Qozu, yəni o da orada oturub yemişdi. Yəni dəhşət çox pis gündədir. Ona görə bu günlərim hər yeri çox yaxşı təmizləməliyəm. Çünki qardaşımın balaca oğlu var, iməkləyir. Allah uzaq eləsin. Nəsə qoz qırıntısını hardansa tapar, udar eləyər, peşmançılıq olar. Ona görə hər yeri bir neçə dəfədən rahat-rahat, çoxlu-çoxlu təmizləyəcəm ki, peşmançılıq olmasın. Neyse gəldim bura stolumuzun üstünə. Stolun yanındakı o paltarlar var. Keçən dəfə mən sizə demişdim axı, onun nə vaxtsa bir ili tamam olsun, o paltarları ütüləyəcəm. İndi o paltarın üstünə biraz da paltar gəldi və orada bir böyük taya əmələ gəldi. Yəni özümdə bir güc toplayıb onları yerbəyer eləsəm, ütüləsəm, yerinə qoysam, özümü belə çox xoşbəxt hiss edə bilərəm. Burada da sizə toxuduğum çantanı göstərirdim. Burada otururam, həmişə nəsə toxuyuram, eləyirəm. Divanın arxasına qoyuram ki, həmişə əlimin altında olsun, ürəyim istəyəndə çıxardım, toxuyum. Ona görə ora qoyuram həmişə. Burada utanmadan, sıxılmadan sizə divanımın altını göstərirəm. Çünki mən bilirdim ki, onsuz da bu gündədir. Dediyim kimi, bütün günü qoz, simiçka yeyirik divanda. Əslində icazə verməyə bilərəm. Deyərəm ki, gedin otun kuxuna da yeyim və yaxud da yeməyim burada da. Yəni icazə verməyə bilərəm. Amma yəni bunu eləmək istəmirəm. Düşünürəm ki, olur da ayda 1-2 dəfə təmizləməklə ölmürəm ki, nə olacaq? Ona görə qoy rahat-rahat hamı yesin, mənim özüm də, yoldaşım da, uşaq da divanda yesinlər, eləsinlər. Əsas odur ki, rahat-rahat dincəlirik. Təmizləmək sonra da olar, narahat olmayın. Yəni divan altı mənim üçün elə də bir qorxunc bir şey deyil. Zaten bilirdim ki, bura bu gündədir və ona görə utanmadan sizə göstərirəm. Nəysə, burada da biraz kamera zad belə şeylər var. Onları da yığışdırıb yenə buraları toz soranlayıram, tərtəmiz eləyirəm. Keçən dəfə bir izləyicim mənə yazıb ki, kaş Allahın altında sizdə olan rahatçılıqdan bir damcı məndə olar. Əslində bir izləyicim yox, bir neçə izləyicim bunu yazır hər dəfə mənim videolarımın altına. Həqiqətən, yəni xətrimə dəymir. O qədər belə xoş olur mənə ki, deməli məndəki rahatçılıq çoxsunun xoşuna gəlir. İstəyir ki, onlar da belə rahat olsunlar. Yəqin ki, nə bilim, Allahdan belə yaranmışam da. Əslində mən də təmizliyi sevənəm, amma rahatçılığımı daha çox sevirəm. Ona görə, yəni rahatçılığıma üstünlük verirəm. Yəni görsəm ki, harasa batıb, çirklənib, ay qaça-qaça gedim onu təmizliyim, eləyim, eləmirəm. Yəni otururam, dincəlirəm, nə vaxt ürəyim istəyər, onu da eləyirəm. Oradan rozalarımı görürsünüz. Kitayski rozadır o gülün adı. Çox gözəldir. Yay, qış, payız, yəni pastayanı açır. Qıpqırmızı gözəl qızıl gülləri olur üstündə. Çox gözəldir. Nəysə biraz buraları tozlandıram. Stolumun üstünün tozun zadını alıram və burada paltarları gizləməyə yer axtarıram. Gah salıram pərdənin arxasına. Qıraqdan baxıram, görürəm, yox, elə bil adam gizlənib pərdənin arxasına. Gah çıxardıram, gah divanın arxasında gizləyirəm. Hara gizləsəm də görürəm, yox, alınmır. Nəysə ortalıqda qalır ki, bəlkə qardaşım gələnə yaxın vaxt tapsam, onları bir yerə taparam, bir şey eləyərəm. Amma ütüləməyə də vaxtım yoxdur. Ha. Bax, adama deyərlər ki, Layla, qonaq çağırırsan, onu niyə axşamdan ütülüb yerinə qoymursan? Bilmirəm, vallahi. Niyəsə bu rahatçılıq məndə çoxdur. Əslində məndə lap çox rahatçılıq var. İstəmirəm bu qədər olsun. Nəysə, gəldim, artıq yeməyə başlayayım. Dedim, heç olmasa balığı ləvəncə eləyəcəm. Balıq ləvəncisi. Yoldaşım qəşəng böyük bir dənə balıq tutmuşdu qızlar. Bir dənə yox, daha çox tutmuşdu, amma mən birini götürdüm. Çünki balıq elə də çox yemirik. Birini götürdüm ki, balıq ləvəncisi eləyərəm. Elə o da bu günə qismət imiş, qardaşım gilə. Əsas da ki, gəlinimizə qismət imiş. Dedim, gəlin gəlir, qoy ona bir qəşəng ləvənci pişirim, gəlsin baldızın əlindən ləvənci yesin. Və bir də cücə qoymuşdum kənara ki, dona açılsın, onu da axşama bişirəm. Ləvəncinin için axşamdan hazır eləmişdim. Yəni içi standart toyuğun ləvəncisidir. Onu qıraqda videosunu qıraqdan bir yerdən paylaşacağım. Ona da baxarsınız. Yəni standartdır, qozdur, soğandı, qırmızı soğandı, duz, istiot, belə.
şeylərdir. Bir də əlbəttə ki, olmazsa olmaz alça turşusudur. Mən böyük belə yapış nə deyirlər buna, kağız nəysə götürürəm, yadımdan da çıxdı. Balığı da qoyuram içərisinə. Qəşəng balığı birinci kasanın içərisinə yenə alça turşusundan biraz duru yağ, duz, istiot, sarı kök belə qarışım eləyəcəm. Duru yağı da qoyuram, vururam ki, üstü qəşəng qızarsın. Əslində başqa balığa heç bir nə ləvəngisinə, nə bişəndə heç bir yağ əlavə eləməyəcəm. Elə özü özlüyündə çox gözəl pişəcək. Düşünürəm ki, elə bu ləvənginin hazırlanma videosunu da ayrıca olaraq ləvəngi hazırlama videosu kimi paylaşaram. Onu da istəyənlər izləyə bilər təklikdə. Bu cür balığın hər yerini qəşəng-qəşəng bəzəyirəm, düzüyürəm, qıpqırmızı və içərisinə də hazırladığım içliyi əlavə eləyəcəm. Axşam inanırsınız, hamı necə bəyəndi, elə özüm də, yəni çox dadlı çıxmışdı da, yəni ləzzətdir də, ləzzət. Əlimin dadı var da qızlar, inanırsınız, yəni evi eləyə bilməsəm də yemək işində çox bacarıqlıyam. Düzdür, sevmirəm mən yemək eləməyə zad da, amma yəni özümüzə gündəlik 1-2 dəfə pişirsəm də əlimin dadı duzu var. Yəni gələn qonaqlarım həmişə mənim yeməyimi çox bəyəniblər. Burada da balıq böyükdür deyə yuxarı tərəf bel hissəsindən biraz kəsiklər atıram və orada biraz limon düzürəm ki, qəşəng görsənsin limonla. Və bu cür qəşəng birinci kağızla hər yerini bükürəm. Bir təxminən 15-20 dəqiqə sobada 180 dərəcədə biraz bişirirəm ki, içi qəşəng pişsin. Sonra 180 elə bil 15-20 dəqiqə bişəndən sonra ağzını açacağam. Burada da sizə dominolarımı göstərdim. Əl işi dominolarımı da sifariş götürmüşdüm. Buraları biraz səlqəyə salıram. 15-20 dəqiqədən sonra o kağızı açacağam və üstünü qoyacağam qızarsın. Buraları biraz səlqəyə salıram. Arada videoma baxıram, görürəm ki, mən nə qədər danışıram. Dayanmıram bir dəqiqə. Ona görə mənə YouTube kanalından da çoxlu videolarıma reklam gəlmir. İnarsız gərək mən danışmayam ki, arada bir o boşluğa YouTube reklam qoysun da. O qədər danışıram ki, yazıq YouTube bilmir ki, hara qoysun o reklam. Arada bir gərək mən susam. Neyiniyim qızlar, söhbət eləməyi sevirəm də, əsas da ki, sizlərlə sevirəm. Burada çəngəl, qaşıq, hamısı qabıyanda yuyulmuşdu. Yadımdan çıxıb videonun əvvəlində demək, qabıyan almışam qızlar. Axır ki, nəhayət qabıyan aldım. Allah bütün valideynlərimizin canını sağ eləsin, rəhmətə gedənlərimizə rəhmət eləsin. Deyəcəksiniz, bu valideynlər niyə saldım bu söhbətin arasına? Amma mama aldı bizə qabıyanı. Yazıq mama bir dəfə də qabıyanın pulunu vermişdi mənə. Sizə əvvəlki videomda da demişdim. Qabıyanın pulunu vermişdi ki, git qabıyan al. Amma belim çox ağrıyırdı. Ona görə məcbur getdim. Həmin o pula yatağı dəyişdim, çarpayımı dəyişdim. Və mama hər dəfə görürdü ki, mənim çiynim ağrıyır orada qabıyanda. Ona görə bu dəfə yenə mənə pul verdi ki, git yenə qabıyan al. Mən bilim ki, sənin qabıyanın var. Allah canını sağ eləsin. İnanın Allaha 5 gündə almışam. 6 dəfə istifadə eləmişəm də, yazıq qabıyan dayanmır. Hər gün qoşuram onu. Özünə də demişəm, evdə də demişəm ki, yəni mən qabıyanı hər gün qoşacağam. Mən istəmirəm qonaq gələndən gələnə qoşam və s. belə. Nəysə burada da cücəmin biri azlıq elədi deyə o birisini gətirdim, qoydum ki, donalçılsın. Qızlar, hər gün qoşuram. O qədər rahat imiş, can rahatlığı. Mən bilsəydim elə onu, mama yazıq o vaxtı cehiz mənə alanda dedi ki, gəl sənə qabıyan alaq. Adamın üstündə Allah var. O özü demişdi. Amma mən ona qıymadım. Həm də dedim lazımsız bir şey. Bizdə nə qab olacaq ki da, yəni yoldaşımdır mənəm, o da çox vaxt rayonda işləyir. Yəni ona görə icazə vermədim alsın. Amma mən indi çox əziyyətini çəkirdim. Əsas da yoldaşım Bakıya köçəndə mən gördüm ki, hər gün yemək bişirmək, eləmək çox yorur adamı, qablar yığılır. Neysə də onu nəhayət ki aldım və canım qurtardı. Bir daha anama buradan çox sağ ol deyirəm. Burada da qızlar qablarımı silirəm. Şkafdakı qablarımdır. Mən servisi işlədən insanam qızlar. İnsan var ki, servisi, qonaq servisini ayrı eləyir. Nə bilim, gündəlik işlətdiyi qabları ayrı eləyir. Mən elə eləmirəm. Bilmirəm niyəsə mən özümə daha çox dəyər verirəm. Yəni mən sevmirəm ki, qonaq servisi ayrı olsun, işlətdiyim qab ayrı olsun. Elə evimin ən dəyərli insanı da özümə. Yəni qonaqlarımın xətrinə dəyməsin, bizə gələn qonaqların xətrinə dəyməsin. Sadəcə mən sevmirəm elə aldığım qabları saxlayım, gizləyim, qonaq gələndə onu açım işlədim. Yox. Sadəcə deyib burada bakalzat belə şeyləri saxlayaram. O da bilirəm ki, bakalda kimdə su içən. Çəngəl qaşığımdan tutmuş boş qablarıma qədər, stəkana qədər, o xrustal stəkana qədər hamısını gündəlik işlədirəm mən. Yəni qonaq gələndə də yenə də yuyub eləyib
eyni qabı istifadə edirəm. Yəni başqa xüsusi qab yoxdur məndə qonaq üçün. Burada artıq balığımın üstünün kağızını çıxartdım. Yenidən biraz qalmışdı orada alça turşulu şeylərimi qarışımımdan. Dedim biraz da eləyim ki, qəşəng qıpqırmızı qızarsın. Yenə qaytardım, qoydum ki, qızarsın. Burada görürsünüz. Burada həmin paltarlarımı sizə göstərirəm. Yenə də bir yer tapmadım. Axırda onu yenə pərdənin arxasında gizlədim. Amma bir 5-10 dəqiqə vaxt tapmışkən dedim heç olmasa paltarları biraz qatlayım. Qatdaxlı qoyum da gizləyim orada. Ona görə qatdaxlı elədim. Yenə də stolun üstündə qaldı. Bəzilərini də stolun başından astım ki, dursun orada, çox qırışmasın. Ütüləyəcəm onu. Nəhayət 1-2 gündən sonra ütüləyəcəm. Artıq vaxtıdır. Burada da yenə cücənin hamısını eləmirəm. 2 cücə çoxluq eləyəcək. Çünki kartoflu bir çığırtma eləyəcəm. Ona görə bir 4-5 tikəsindən də əlavə elədim ki, az da olmasın. Çünki keçən dəfəki vloqumda mama ilə qaynanam bizə gələndə mən sizə video çəkmişdim. Orada yeməyim az olmuşdu. Hamı da mənə demişdi ki, qonaq çağırırsan, amma az yemək edirsən. Həqiqətən də az çıxmışdı yeməyim. Nə isə burada da cücələrimi qəşəng tökdüm tavaya. Biraz burada yağım qalmışdı. Qızlar, mən o qədər siməcəm ki, tavanın dibində bir damcı yağ qalan kimi 10 dərəcədə saxlayıram həmişə. Nəysə, o yağı da bura əlavə eləyirəm. Əlavə başqa yağ da əlavə eləyirəm. Və kartofumu, soğanımı soyub yeməyimi hazır eləyirəm. Mən adətən yeməyi saxlayıram. Qonaq artıq gələnə yaxın evdən çıxanda o vaxtı başlayıram eləyəm ki, təzə-təzə olsun yeməklərim. Sevmirəm yemək qalsın. İstilədim o şəkildə qoyam. Çünki dadı istər-istəməz az da olsa dəyişir. Təzə-təzə olanda daha dadlı olur. Və kartoflarımı da yudum. Qəşəng-qəşəng doğrayıram. Onu da əlavə eləyəcəm qazana. Və balığım da qəşəng hazır oldu. Onu da burada uzun bir boşqab götürdüm. Onun içərisinə qoyuram. Yoldaşım dedi ki, onun üstünə biraz da nar dənələ daha qəşəng görsənsin. Elə fikrimdə var idi deyə almışdım bu gün nar. Ona görə narı da biraz dənələdim. Yarısını bu kasada saxlayacağım. Yarısını da balığın üstünə dənələyib qoyacağım ki, daha qəşəng görsənsin, estetik görsənsin. Qızlar, estetik demişkən, mən stolda, süfrədə estetik bir şey eləyə bilmirəm. İnarsız, yəni qonaq gedəndə bəzi evlərdə qızlar görürəm ki, qəşəng cürbəcür estetik şeylər eləyirlər də, qabların içərisində yeməkləri cürbəcür formalarda eləyirlər, salatlar, kalbasalar, Holland pendirin zadını da belə qəşəng doğrayırlar, yığırlar çubuqlarla. Bax, mən onu çox istəyirəm ki, bacaram. Çünki sevirəm həm də ki, qəşəng görsənir. Amma bilmirəm, niyəsə bu
nənələrimizin, analarımızın yeməyi kimi elə eləyib boşqaba qoyuram ortalığa ki, hamı buradan yesin. Onu eləyə bilmirəm hələ ki. İnşallah onun üstündə də çalışaram. Gələcəkdə onu da eləməyə çalışacağam. Qardaşım gilin çatmağına az qalmış. Yeməklər də gördüm uca hazırdır. Qızımın saçını dedim gəlsin, onun saçını qəşəng səlqəyə salım. Çünki bayaqdan məni gözləyir ki, saçımı səlqəyə sal. Onun saçını səlqəyə salandan sonra öz koftamı da dəyişəcəm ki, birdən soğan insi gələr. Saçımı da vaxt olmadı fenliyəm. Saçımın təbii halı belə qıvır-qıvırdı qızlar. Amma mən həmişə fenliyirəm onu. Nəysə burada artıq qardaşım gil gəldi. Düşdüm qaraja. Baxın bunlara. Bunlar mənim qardaşımın qızlarıdır. Gəlinimizdir və oğludur. Qardaşım da tort alıb gətirmişdi və onlar gəldilər. Düşdüm, mən götürürəm. Bizdə lift kartlandı. Ona görə kimsə düşməlidir hər dəfə onları qarşılamaq üçün qonaq gələndə. Burada artıq süfrəmizi hazır eləyirəm. Burada artıq yedi yığışdırdıq. Çay süfrəsini hazırlamaq üçün biraz dedim ortalığa əl gəzdirim. Heç olmasa qabların biraz zirzibillərini atım. Yığım qab yuyanın içərisinə ki, çox ortalıq batmasın. Gəlinimizlə köməkli sağ olsun, hamısını tərtəmiz elədik, ortalığa əl gəzdirdik. Söhbət eləyə-eləyə çay süfrəsində hazırladıq və günü yekunlaşdırdıq. Hələ ki mən söhbətimi burada yekunlaşdırıram qızlar. Videom xoşunuza gəldisə, videonu bəyənməyi, kanalıma abunə olmağı və rəy yazmağı unutmayın. Sizin rəyiniz mənim üçün önəmlidir. Onu oxuduqca mən həvəsə gəlirəm hər zaman. Və inşallah gələcəkdə baldızımgildə qonaq çağıracağam. Onların videosunu da paylaşmağı düşünürəm. Amma görsəm ki, mənim videoma yaxşı baxış gəlib, onu da paylaşacağam. Amma görsəm ki, yox, yaxşı baxış gəlməyib, rəy zadı yazmırsınız, daha heç nə paylaşan deyiləm. Zarafat edirəm, əlbəttə ki, paylaşacağam. Nəysə, sağ olun qızlar, görüşərik. Super.